şəhidlik həm süzayətlidir, həm gözəldir, həm də ağır odur ki, onun körpələrinə baxanda insanın o dünyanı görürsən özün. Nə etmək olar? Ali Başkanımıza Allah kömək olsun, yaxşı sərkərdə oldu, yaxşı iş gördüyünə görə o qələbəsi ilə demək olar ki, qalibiyyəti bir yerə düşdü. Sağ olun, var olun qardaşlar. Şəhid qardaşı. Mən də şəhid qardaş kimi, şəhid Seymur Abşeron qardaşı olaraq mən əmim oğlunun bu günləri mövludda olan ad gününü təbrik edirəm. Kəşki belə olmayaydı, amma nə eləmək olar ki, burada elə bir zirvədir ki, buna da hər oğla Allah Taala qismət eləmir bu zirvəni. O zirvə ucada olduğu kimi də həm şərəflidir, həm də ki, həqiqətən də çox çətin bir məsələdir ki, can parçamız canımızdan qopur gedir. Amma getdiyi qədər də, zirvələrdə olduğu qədər də bizləri də yandırır. Ad günü mübarək olsun. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah şəhidlərə xatir bizlərin xatirətin şəhidlərə yaxın salsın. Çox sağ olun mübarək qardaş. Sağ olun hər biriniz, hər biriniz qardaşlar. Sağ olun ki, siz bugünkü günü işıqlandırırsınız və mən əmimə, bibimə, hər birinə səbir diləyirəm Allahdan ki, neynəmək olar ki? Göz yaşı yox, sevinç, başınız sağ olsun. Ağlamaq lazım deyil, ana, canım ana. İnşallah. Ağlamaq qətiyyən olmaz, günahdır. Az qardaş. Şəhidimizin Allah'ı. Hakkında ne kadar da danışsan azdır. Onlar büyük qəhrəmanlıq göstərir. Yani vətənimizi təmizlədir. Ne diyeyim orada? Buyur ana, bir Ne kəlmə desem sor. onlara ve yaradan. Buyur, bir kəlmə. Qardaşlarımız yoxu, dəqələnməsin. Allah səbir versin, Allah qonşadır. Yaxşı olur. Oğul üçün, ata üçün, ana üçün əvəzli olmaz evladım. Onların ruhunu Allah rəhmət eləsin. xalq olaraq, millət olaraq Allah sağ olun. Yerde kalanların salamatını. Amin, amin. Onsuz da və tavalları olan bunların oldu. əmanətinə Allah sahib etsin və Allah vətəndaş olaraq Sizin sözünüz var, özümüz yoxsa? tərəfindən onlara qayğı göstərməliyik. Günlerin bizi görüşmüşü Mehmet Şehit Cemalettin'in merasimi. Allah ona rahmet eylesin, iki balaları saklasın, yoldaşını diyor. Sağ ol, Allah köməyin olsun. Allah sizdən razı olsun. Sənin sözün var mı şu dönəm? Başım var. Nereye sağ ne bir şey içemem. Onda, buyur, sən sözün var mı? Canlı narazı bir yılı böyüsün başında geçirişler. Həqiqətən çox çətindir. Bağlar yaşamaq, şəhid uşağı böyütmək, atası uşaq böyütmək həqiqətən çox çətindir. Həm də qürurludur. Allah bir şəhidlərin hamısına rəhmət etsin. Məqamınız olsun. Çox sağ olun. Çox sağ olun. Bir daha sizin qarşınıza baş əyirik, əzbədir. Siz təki şəhid xanımları ilə fəxr edirik. Həqiqətən şəhidimizə layıq bir xanımsınız. Öz qeyrətinizlə, öz vicdanınızla, öz şərəfənizlə Allah sizi var eləsin. Allah sizlərə səbir versin. Çox sağ olun ki, belə dəyərli balalar da böyüdürsünüz. Həqiqətən Mübarəkətə, mən sizə minnətdarımı bildirirəm. Şəxsən siz bu günlərin məni gözəl bir ailə ilə tanış etdiniz. Bu gözəl, mübarək sifətləri, yüzləri görəndə mən qürur hissi keçirəm ki, siz bu ruh gününə məni saxladınız, qoymadınız, mən davam edən Respublikanın başqa şəhərinə gedən gecə səhərə qədər canlıda olmuşuq, qardaşları tanıtmaq üçün. Eşq olsun belə atalara ki, mübariz ata kimi, mübariz olmaq hər insana nəsib olmur. Allah sizdən razı olsun. Balanızın qarşısında, ruhu qarşısında və şəxsən sizin əlinizdən öpmək mənim üçün şərəfdir. sağ ol. Öpürəm sizi, övladlarınızın, o balalarınızın, o gözəl nur üzlü balalarınızı Allah qorusun. Allah Çox sizi sağ var eləsin ata. Sağ Var ol. olasın. İcazə versəydin,
şəhidimizin anasıdır, bir kəlmə. Danışır mısın da? Bir kəlmə. Ne oldu? Rəhmət elə, olacaq. Buyur, buyur. Şəhid Əmrahın anasıdır. Bütün analara, atalara Allah səbir versin ki, evlatlarımızın heç olmasa ziyarətinə gələk və onların fəxrin bizdə yaşayaq. Nə bilim, Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin. Demək, dəyəri izləyicilər, şəhid Əmrahın anası tək evladı var idi və elə də şəhid atası dünyası dəyişib, günlərim artıq tək qalıbdı evdə. Söhbət yoxdur ki, atanın ilk ailəsindən uşaqları vardı, düzdür, bir vətənsevər insanlar təki, bir xalqımızın dəyərli evlatları təki söhbət yoxdur, ananın yanındadır. Amma ata evladı şəhid olandan sonra dərdə dözməyib, dünyası dəyişdi. Onun üçün də ataya, elə də şəhidimizə, cəmi şəhidlərimizin Allah ruhunu şad eləsin, Allah ataya da rəhmət eləsin, öyünlərin evladına qovuşdu, Allah anıya da səbir versin. Bəli, biz evlatlarımızın əməlləri ilə fəxr edirik. Biz fəxr edirik ki, bu cür evlatlar həyata, dünya gətirmişik. Bu günlərim onları qanı canı bahasına qəhrəman bir ölkəyi, qəhrəman bir xalqı, Ali Başkomandanımızın dəmir iradəsinə, elə də Allah Ali Başkomandanımızı qorusun, Allah onu var eləsin ki, hələm o bizə daha çox, daha bitirdiyimiz torpaqları, elə də gün o gün olsun ki, bayrağımız daha da ucalarda dalgalansın, eyni məmləkdə İrəvan xanlığında dalgalansın. Allah köməkdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qalanına qardaşım rəhmət eləsin. Allah sən də canını sağ eləsin, aləmlə bir yerdə həmişə onu yaşadasan, həmişə onu lazım yerlərdə belə deyək, şəhidlərimizi tanıdasan, bu özü böyük bir işdir. Çox sağ olun. Çox sağ olun. Allah köməyi olsun. Çox sağ olun. Allah cəmi şəhid. Onlar hamısı bizim balalarımızdır. Gəlin şəhidlərimizi bir-birindən ayırmayaq. Onlar bir oldular, zəfəri qazandılar, bir oldular Ali Başkomandanımızın dəmiri, yumruq idarəsinin altında və zəfəri qazandılar. Gəlin biz də bir olaq şəhidlərimizi ucaldaq, adlarını əbədələşdirək, tarix yazan şəhidlərimizi, kinoların, elə də onların, kitabların gələcək nəslimizə göstərək ki, bax, belə gözəl balalarımıza göstərək ki, bu cür xalqımızın, dövlətimizin, millətimizin qəhrəmanları olur. Allah hamısını müşahid eləsin. Amin. Sağ ol, Allah kömək olur, sağ ol. Gelin, bu da benim kardeşim. Kardeşim,
sənin də canını sağ eləsin. Sən əvvəldən bizim şəhidlərlə, ailələri ilə bir yerdə olmuşsan. Mən sənə bol-bol təşəkkürlər arz edirəm. Çox sağ ol, borcunuz. Ona görə ki, sən həmişə bizimlə olmusan. Allah elə həmişə də elə bizimlə də hərəkət eləyəsən, can sağlığı ilə. Allah rəhmət İndi etsin şəhidlərimizə. həyatdır. Sənin də qapında Allah bizə ömür versin. Xeyir işlərdə gələk bizə öz işlərimizi göstərək. İnşallah, inşallah. Çox sağ ol, Cümləsi, çox var. sizin qapılarınızda olsun. Değil mi? Buyur, gel bari. Dur benim, bir dakika buraya gel. Kardeş, bak, birinin geçecek bütün şehitlerimiz bak tarafa. Ve kardeşle danışması. Buyur. Camalettin'in kardeşi istəyir ki, bir iki kelime daha olur. Buyur. Dünən mənim qardaşım ad günüdür. O şəhidli ad gününü təbrik edirəm. Ondan sonra Allah bütün şəhidlərinə rəhmət eləsin. Qazilərin can sağlığı arz edirəm. Vətən keşiyinə görə əsgərin can sağlığı arz edirəm. Amin. Sağ ol. Allah razı olsun. Sağ ol. Sağ ol. Çok sağ ol. Mehman, Türbende kardeş dedi, çok sağ olun. Hakikaten siz bir insanlarsınız, imam evladsınız ki, biz şehit ailelerinin bir manatsız, bir qəpsiz həmişə yanımızda olub, hem bize təskinlik vermişsiniz, hem bizim dərdimizə şərik olmuşsunuz. Onun için de ben Allah'tan arzu edirəm, Allah Teala senin o iki güzel balanı, halbuki qazi olublar, vətənin keşiyində, vətənin xidmətində olublar. Arzu edirəm, onların barın görəsən, onların bütün qəlbində balalarına nə qədər arzuların var, Allah həyata keçirsin. Allah şad günlərin qismət eləsin. Biz də ağsaqqal olaraq gələk, elə onların o xeyir işində həmişə iştirak edin. Sağ ol. Çok sağ ol. Sağ ol. Borcumuzdur Allah. Mehman qardaşım, mən sənə təşəkkür edirəm ki, bu şəhidlərin yanında olduğuna görə və şəhid ailələrin adına, öz adına sənə təşəkkür edirəm. Çok sağ ol. Sağ ol. Allah'ınızın sonunda şehitlerimize rahmet eylesin. Xudavənd də sağlam. Səni həmişə salamat eləsin. Həmişə səni yuxarılara qalsın. Sağ yendirməsin. Xudavənd də aləm balalarını qalsın. Həmişə əziyyət çəksin. Və işıqlandırırsın. Sağ ol, baba. Çok sağ ol. Allah bütün şehitlerimize rahmet eylesin. Adam yüreği tatlıydı.